Я не певец, просто я иногда, это я балуюсь, я просто для себя как-то. Это как-то хобби для меня, петь песни. А так я не pivец. Açacağım inşallah, narahat olmayın. Studiyada o qədər şey baş verir, həngəmə baş verir ki, adam heç vaxtı qalır ki ona. Bərdədən salamlar, Aydın hanım. Bəli, bir qadının arxasında onun ailəsi dayanmalıdır, mütləq dayanmalıdır. Qadın yiyəsiz, sahibsiz olmamalıdır, qadın güclü olmalıdır, qadın çalışmalıdır, qadın zəhmət elə bir statusda olmalıdır ki, heç bir kişi, heç kim onu əzməsin, özünü əzdirməsin. Məsələn, qadın işləsəydi, Aygün işləsəydi, çalışsaydı, zəhmət çəksəydi, pul qazansaydı, inanın ki, hər kəs onun başına pərvanə olardı. Mən Ceyranı da çox istəyirəm, Aslanı da, Aygünü də. Ona görə də mən düşünürəm ki, Aygün zəhmət çəkməlidir, işləməlidir. Barışıblar laf yaxşı. Deyir, nə qələt qırıbsa arxasında heç kim yoxdur. İstənilən vəziyyətdə, bax, öz övladlarımızı gözümüzün qabağına gətirək. Uşaq vaxtı nə qədər şeylər eləyir adam, amma valideyn onun arxasından çəkilirmi? Valideyn övladın arxasından çəkilməməlidir. Valideyn, insanın ən böyük şansı onun valideynidir. Əri, arvadı yox, valideyni. Gözəl valideynin olması. Çünki sən valideynini seçmirsən. Sən kimin ailəsində doğulacağını bilmirsən. Məsələn, sənin atan doğru yolun yolcusu da ola bilər, olmaya da bilər, oğru da ola bilər, nə bilim, sərxoş da ola bilər, əyyaş həyatı da yaşayan insan ola bilər, anan tamam başqa bir yolun yolcusu ola bilər. Sən seçmirsən, o şansdır. User, çox sağ olun, təşəkkür edirəm, Allah sizi də ucalsın. Şuşa, hə, gözəldir. Seviyyəsiz yanaşdırmıram. Rədd elə o verilişdəkiləri Ceyran dünən xırdalanda idi. Çox sağ olun hədiyələrə görə. Salam, necəsiz? Yaxşıyam, çox sağ olun. Salənin tortundan yediniz? Yox, yemədim. Mən ümumiyyətlə xəmli şeyləri yemirəm. Müsahilə pişirmişdi deyə yox. Baxın, bax, fikirlər görə nə qədər müxtəlifdir. Bəziləri deyir ki, Ceyrana yazığım gəlir, bəziləri deyir Ceyranı çıxardım, bəziləri deyir Aslana yazığım gəlir, bəziləri deyir Aslana nifrət eləyirəm, bəziləri deyir Aygünə. Ona görə fikir müxtəlifdir. Bax, məsələn, 10 nəfər Ceyrana nifrət eləyirsə, Elzaza təşəkkür edirəm, çox sağ olasın. Elzazanın bir yeməklərindən nə vaxt yeyəcəyik biz? Çağır, gələk bir dənə qəşəng bir reklamlı bir şey çəkək, hazırlayaq da səndən. Final yağlarından götürüm, gəlim, qəşəng bir şey bişirək. Bıy? Çox sağ ol Elzaza. Təşəkkür edirəm, atma qaqaş, atma, çox sağ ol. Papa. Aycan, gəlirəm. Anam kimi mehribanım, qaynana, 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 qaynana. Görsən, özü məni çağırdı. Deyir ki, dalımca gələcəksən. Bu deyəcək, dalımca gəldin. Bax. Ona bax, onu deyəcək. Nə oldu? Sən gəlməyəcəkdin, niyə? Gördünüz. Dilavər nə üçün göndərmişdin dalımca? Bu da adam çağırmağın təzə metodudur. Çayın soyur, gəl çay. Ondan sonra da akvaryum oturardıq, arxamız qəşəng arxa fonda qəşəng olardı. Hə? Bu gün nəfər görsən orada arxa fonda akvaryum. Qobun ekranı silim. Belə nəfər görsən. Ay günah, burada nə qəşək görsən, ərgə bura? Ay yox, işıqlıdır, qəşəngdir. Ay da, qəşəngdir. Gəlmir, atam, ay qardaş, əmoğlu. Bizim çayı zəhmət olmasa bura gətirə bilərsən, köçürdə bilərsən. Zəhmət olmasa, xahiş edirəm. Allah, adamı nətər baxsa, adam elə bilsən ki, qorxursan. Başına dönərəm. Zəhmət olmasa, çayı bura qoyun da, xahiş edirəm. Ya, elə istəsən, mən sənin yanında oturam. Bax, adamın yanına belə gəlir. Keç bura. Arxa fonda qəşəkdir də, balıqlar o tərəfə gedir, bu tərəfə gedir. Əleyküm əssalam. Ay, çox sağ olun. Burada da başqa balıq. Orucumuzu açdıq, həmd olsun Allaha. Gəldik bu dəfə orucumuzu Şamaxıda açdıq. Qəşəng. Gəli Turas, səni çöldən tapmamışam ki. Mən niyə postandım balığından canlı yayımda? Salam qardaş, əleyküm əssalam. Hariyə etsən. O tudana görsənəcək arxadan. Ay Allah. Çox sağ olun. Hə, gəldik bu dəfə Şamaxıya düşdü orucumuz. Bir dənə belə bir şey verə bilərsən bunu qoyun. Ya da belə qoyacağım. Şıp. Oy.
Yox, qəşəngdir. Salam, Zakataladan salamlar. Gəldi yanıma. Bir sarma içine bakın. Bir hava sıvırsan. Nəli? Deyir ki, Onun altında ağzımı bağlayıb anamı yola salmısan. Küsünə bakın. Və çay hiss olunur ki, qəşəng çaydır. Ay Allah, heç kimi yeməklə, içməklə, sağlıqla, sınağa çəkməklə. Oruc adama hər şey baş. Mən bir də mürəbbədən Çox sağ çəkirsən. olun. Verərəm. Ay, oy Allah sənə şükür. Almaniyadan sənə salamlar. Çox sağ Bu olun. qədər şükür eləyirəm Allaha. Həmişə şükür eləyin Allaha. Həqiqətən Allah böyükdür. Necə yaxşı yaxşı. Ağzıma qoy da. Zəhmətimi çək də. Səni Şamaxıya gətirmişəm. Mən getirmişəm səni, sən yox. Nə olsun maşını sən sürmüsən? Mənim maşını sürmüsən. Allah istəyirsən. Eşidirsən də onun dediklərini. Birini də verdim. Yedirt məni. Deyir, oruç tutana qulluq eləmək savabdır. Başımı da sığalla. Vulkan da onu zəhmət olmaz. Əleyküm salam. Allah sana xoş olsun. Gör xoşuna yığacaq. Çəkin açıyorum. Hı? Basım. Basım. Qartdat. Gözləyirsən. Hadi qutardın ha. 1 2 Ağzını maman kimi qutardın, ürəyin çəkildi tutar. 3 Gəl o söz deyərdin də, hə? Başa oturmayım sən yəni. Suyuğa da verməyəm sənə. Açıldı. Yaxşı olsun. O nə idi dedim? Deyirəm maman kimi ürəyimizi çəkmədən eləyim, elə də elə. Baxsana, burada şey iguana var, hanı olar iguanalar? Iguana yaşlılar ya. Yo, o iguanalar yoxa çıxdılar. Aa, yox, de burada da. İguana var burada, gedək göstərməsin. Mən iguanaları göstərmirəm, iguana göstərmirəm. Belə yaxından göstərmir, deyirəm olsa fonda görsənirlər. Deyirəm, buna baxın. Görsənir. Deyirəm, nətərdə belə qalıb burada belə. Elə durub qalıb burada, bax, görürsünüz. Hərəkət də eləmir. Yox, ölməyib, o da elə qalır orada elə belə. Hanı iguana? Hanı iguana? Yox, deyil. Deyil. Aa, burada. Yatıb, eləmədən yatıb. Belə şey deyil, yəni belə pis heyvan deyil, yəni prosto adam nətir təşkil. Heyvan sevərlər hamısı deyirlər ki, niyə elə deyirsiniz Zaur müəllim? Hər kəsə salam, TV Show maqazin kanalımıza xoş gəldiniz. Aparıcı Zaur Bəxşəliyev canlı yayım açıb TikTokda asdığı canlı yayım zamanı o Ceyran, Aygün və Aslan haqqında gələn sualları cavablayıb, eyni zamanda ailəsi ilə də vaxt keçirib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Siz də videomuzu bəyənməyi, fikirlərinizi yazmağı unutmayın.